Mən kimin günahkar olduğunu bilmək üçün şahid və sübut istəyirəm. Mənim tərəfimi tutan nə bir kənizim var, nə də günahsızlığımı sübut eləməyə bir şahidim. Onda sən günahkarsan. Cəzanı da alacaqsan. Birinci dəfə deyil ki, mənə xəyanət olunub. Amma əsl həqiqət budur ki, o məni günaha təhrik edərək yaxınlıq eləmək istəyirdi. Mənim öz Allahımdan başqa şahidim yoxdur. Sən Züleyxanın otağına girmisən. Kariana da buna şahiddir. Hamı bilir ki günahkar Züleyxa xanımdır. Ama itiraf eləməyə heç kimin cürəti çatmır. Şahidinə de bura gəlib şahadət versin. Dedim axı, Allah mənim şahidimdir. Əgər birdən o məni tək qoysa, məni ən çətin imtihanla üz-üzə qoyar. Sen bu qulun iftiralarına inanacaksan? Əgər günahsızlığını sübut eləyə bilməsən, elə indicə özünü ölmüş bil. Cənab, Yüzarsif qəsrin dəhlizinə gələrək ağlamaq səsi indi də eşidilməkdə olan uşaqla, yəni Kisunu ilə biraz oynayıb, sonra da 7 qapıya daxil olub qapıları bağladı. Mən otağımda istirahətlə məşğul idim. Birdən onu başımın üstündə gördüm. Qışqırıb köməyə çağırdım. O da qaçmağa başladı. Rodamını bura çağır. Yüzarsif elə buradaca cəzalanmalıdır. Mənim şahidim var. Hanı? Şahidin kimdir? Onu elə indi bura çağır. Mütləq. Yalandan tərəfimi saxlamasın deyə elə şahid çağıracağım ki, nə məni tanısın, nə də xanımla düşmənçilik olsun. O, tutuquşu tək danışacaq. Kimin xeyrinə, kimin zərərinə danışdığını bilməyərək. Həmin şahid Züleyxa xanımın qohumlarındandır. Əslinə qalsa, o xanımın xeyrinə şəhadət verməlidir. De görüm kimdir? Cəzalandırılmamış onu çağır. Mənim şahidim ağlamaq səsini eşitdiyiniz uşaqdır. Sən məni ələ salırsan? Sizdən xahiş edirəm ki, etdiyim bütün xidmətlərin qarşılığı olaraq həmin uşağı bura gətirin. Bir körpənin şahidliyini istəyirsən? Bibimin nəvəsini qoy gətirsinlər. Görək nə deyəcək. Salam olsun cənab Putifara. Bu bibim kızı Sitine, bu da Kisinu. De ki şahitlik eləsinlər. Kisinu, danış. Allah'ın sənə öyrətdiklərini söylə. Danış. Danış Kisinu.
Göylərdəki olan Allahın əmri ilə onun kəlamını deyirəm. Əgər köynək qabaqdan cırılıbsa, Züleyxa günahsız, Yusif günahkardır. Əgər köynək arxadan cırılıbsa, Züleyxa müqəssir, Yusif günahsızdır. Sən necə danışdın mənim balam? Sən göz yaşlarınla məni aldatmaq istəyirdin? Doğrudan da siz qadınların hiləsi çox böyükdür. Mən sənə vurduğum töhmətə görə üzr istəyirəm. Ümidvaram ki, məni və Züleyxanı bağışlayıb, bu hadisəni həmişəlik olaraq gizli saxlayacaqsan. Bu hadisə barədə heç kim heç yerdə danışmamalıdır. Əgər kimsə bu məsələnin üstünü açsa, şiddətli cəza alacaq. Gedin.